2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. News 24 bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.014 ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.010 ton göstəricidən təxminən 14% azdır. Eyni dövrdə dizel yanacağının istehsalı da geriləyib. Belə ki, 2025-ci ilin ilk rübündə 552.091 ton, ötən ilin eyni dövründə isə 599.008 ton dizel istehsal edilib. İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk 2 ayında ölkəyə 40.088 ton AEI 92 markalı benzin idxal olunub. Bu göstəricə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.